Ya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün Cənab Prezident tərəfindən Nazirlər Kabinetinə verilən müddət bugün başa çatır. Belə ki, əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamının 23 dekabr 2024-cü ildə imzalandığını və Nazirlər Kabinetinə 3 ay vaxt verildiyini nəzərə alsaq artıq hökumət tərəfindən sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanmasının başa çatdığını güman etmək olar. Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə bu ilki sosial paket 3 milyondan çox vətəndaşı əhatə edəcək və bu məqsəd ilə əlavə olaraq 5 milyard manatdan çox əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Bu isə o deməkdir, sosial paket maaş və pensiya artımları ilə məhdudlaşmayacaq. Deputat vurğulayıb ki, müavinət və təqaüdlərin artırılması ilə bağlı sənədin isə rəsmi təkliflərin təqdimatı başa çatdıqdan sonra imzalanacağı gözlənilir. Hansı müavinət və təqaüdlərdə artımların olacağına gəldikdə isə bu müvafiq sənədin imzalanmasından sonra bəlli olacaq. Deməli, dövlət başçısının tapşırığına uyğun olaraq yaxın zamanlarda müavinət və təqaüdlərdə artımlar olacaq. Bu isə 2025-ci ildə sosial paketin daha dərinləşməsi və daha çox vətəndaşımızın sosial təminat tədbirlərindən faydalanmasına imkan yaradacaq.